Salam əziz şagirdlər. Deməli, birinci isə test toplusu isbat məsələləri 5-ci sualın izahına baxırıq. Sual belədir. Şəkildə verilmiş A və B düz xətlərinin perpendikulyar olduğunu isbat edin. Sadə bir isbat sualıdır. Deməli, biz qarşılıqlı bucaqlardan istifadə edəcəyik. Deməli, bu bucaq 40 dərəcədir. Deməli, qarşılıqlı bucaqda bərabər olduğu üçün bu bucaq da olacaq 40 dərəcə. Bura 95 olduğu üçün bu bucaq da 95 dərəcə olur. Deməli, 40 ilə 95-in cəmi 135. Deməli, bu bucaq üçün qalır 45 dərəcə. Çünki bucağın daxili bucaqların cəmi 180, 180 çıx 135, 45 dərəcə. Qarşılıqlı bucaqlar bərabər olduğu üçün bu bucaq da olur 45 dərəcə. Sonra bu bucaq 45-dirsə, qarşılıqlı bucaqlara görə burada 45-dir. İndi buradakı 3 bucaq baxırıq ki, 3 bucağın 3 bucağının cəmi 180 dərəcədir. 2 bucağının cəmi 90 edirsə, deməli 3-cü bucaq da 90 dərəcədir. Deməli, bura 90 dərəcə olacaqdır. Və həmin 90 dərəcəli bucaq A və B düz xətlərinin arasında qalan bucaqdır. Əgər iki düz xət 90 dərəcəli bucaq altında kəsişirsə, onda o düz xətlər bir-birinə perpendikulyardır. Yəni, A perpendikulyardır, A düz xətti perpendikulyardır B düz xəttinə və arada qalan bucaq 90 dərəcədir. Yəni, bunun isbatı elə şəkil üzərində verilir və biz yazacağıq ki, qarşılıqlı bucaqlara görə, yəni qarşı duran bucaqlar bir-birinə bərabərdir və bu minvalla A və B düz xətlərin perpendikulyar olduğunu isbat etmiş oluruq. Verilən tapşırıq isbat olundu.